Allah Azze ve Celle kardeşlerim sonra 3 qism insanları anlatır Quran-ı Kerimdə. 3 qism insanları. Hansı ki cəhənnəm oduna girməyənlər, cəhənnəm odunda əbədi qalmayanlar, yəni girib və çıxır. Yəni bu da nicat tapır. Tevhid, elhamdülillah kardeşler, tevhid əhlindən olmaq 2 qurtuluşdan biridir. Yenə də Allah'tan biz birinci qurtuluşu istəyirik ki, cəhənnəm oduna Rəbbim bizi, ailəmizi və sevdiklərimizi, zürriyyətimizi uzaq etsin və bizləri cəhənnəmə haram etsin. Lakin yenə də tevhid əhlindən olan 2 qurtuluşdan biri var. Ya heç cəhənnəmə girməyəcək, ya girsə çıxacaq. Və subhanallah müşrik olan adam bilir ki, qurtuluşa heç yeri yoxdur. Subhanallah, Allah Azze ve Celle qorusun. Və Allah Azze ve Celle Fatir surəsinin 32-36-cı ayələrində bunu qeyd edir. Seçdiyi qullarından qeyd edir ki, onlardan özlərinə zülm edənlər var. Bu günah edənlərdir. Özlərinə zülm edirlər, günah edirlər. Onlardan orta yolu tutub gedənlər var. Bunlar qardaşlarım, fərzləri edən, haramlardan çəkinən. Bunlar cənnətə gələcəklər. Və onlardan xeyirdə öndə gedənlər var. Sünnələr eləyir, nafilələr eləyir, elm alır, elm məclislərinə gedir. Nafilələr eləyir.